Ramazan ayının gündəlik duaları imsak və iftar vaxtına keçməzdən öncə kanalımıza abunə olmağı unutmayın. Mart ayının 19-u Ramazan ayının 29-cu günüdür. Martın 19-unda imsak vaxtı saat 05:20, iftar vaxtı isə saat 19:06-dadır. Ramazan ayının 29-cu gününün imsak duası belədir. İlahi, bugün məni öz sonsuz rəhmətinlə əhatə et. Bugün mənə qüvvət və ismət nəsib et. Ürəyimi töhmətçilik qaranlığından təmizlə. Ey mömin bəndələrinə rəhimli olan Allah. İftar duası isə belədir. İlahi, sənin üçün oruc tutdum. Verdiyin ruzi ilə iftarımı açıram və sənə təvəkkül edirəm. Orucumu qəbul et. Həqiqətən sən duaları eşidən və hər şeyi bilənsən. Ey geniş məğfirət sahibi, günahlarımı bağışla. Allah orucunuzu qəbul etsin.